Kiminsə mikrofonu açıqdır müəllimlər. Zəhmət olmasa mikrofonu bağlayaq. Deməli bugün inşallah topludan mexaniki rəqs və dalğalara baxacağıq, düzdürmü? Müəllimlər, mən sizə PDF daha doğrusu əvvəlki dərsin, əvvəlki qrupun izahını atmışdım. Baxdınız ona? Baxa bildiniz səhvinizə, düzünüzə? Bəli, müəllimə, baxdım mən. Lap yaxşı. Deməli, açın bir dənə Bəli, sualı. müəllimə, mən də baxmışam. Bu dəqiqə hal-hazırda əlimdə elə məsələ deyirəm. Yəni, tam bitirməmişəm. Aha. Evdə hamı xəstədir, başım qarışıb ona görə. Ancaq inşallah ikinci günə də çatdırmaqda bitirəcəm. İnşallah, yaxşı. Axşamınız xeyir məmnunum. Axşamınız xeyir olsun. Yəni mən də valla çatdıramadım. Həm mövzu çox idi. 3 dənə mövzusunu istəyə bildim. 3 bölməsini. Aha. Eyb yox. Gələn dəfə ilə bitirərik inşallah. İnşallah. Üçüncü günə bitirərik, narahat olmayın. Çox az olanlar qalıbdı. Olsa çoxlanlar da Hə, başa düşürəm, çox idi. Birinci deməli, başlığımız mexaniki rəqs və dalğalar, mexaniki rəqs hərəkəti xarakterizə edən kəmiyyətlər və tənliklər. Birinci başlığımız budur. Çat bölməsi aktivdir. Zəhmət olmasa suallarınızı çat bölməsinə yazın müəllimlər. Oradan baxaq. Kimin mikrofonu açıqdırsa zəhmət olmasa bağlasın ki, yəni bir-birimizi yormayaq. Aha. Burada deməli 70 yazılıb. 70-ə baxacağım. 70-ə qədər kimin belə deyim də sualı varsa desin. Yəni 70-ə qədər və yaxud da 70-dən sonra fərqi yoxdur. Deməli, gəlin baxaq 70-ci suala. 70-ci sualda nə deyilir? Deyilir ki, 2 sm sıxılmış yaya bağlanmış yük hərəkətə başladıqdan sonra T periodunun hansı hissəsində 1 sm yol gedər? Deməli, müəllimlər, bax, ilk öncə gəlin baxaq. 2 sm sıxılmış deyirsə, deməli, o zaman bizim x maksimalımız nəyə bərabərdir? 1-ə bərabər. Daha doğrusu, axşamınız xeyir Sayid xanım məmə. Deməli, bizim 70-ci suala baxırıq birinci başlıqdan, hələ ki, birinci sualdır da, yəni verilən, ondan əvvəl sual verilməmişdi. Aha. Deməli, bizim burada bu 2 sm sıxılmış deyirsə, deməli, bu bizim nəyimizdir? Amplitud qiymətimizdir də, x maksimalımızdır yəni. Bunu qeyd elədim. Sonra deyir ki, 1 sm yol gedər. Yol gedər deyirsə, deməli, bu da bizim nəyimizdir? X-imizdir. Yəni, elə hər ikisi santimetrən olduğu üçün santimetrlə yazdım elə. Deməli, o zaman müəllimlər, bizim tənliyimiz, koordinat tənliyimiz hansı idi? X maksimal. Bir də burada bir şey deyim. Bu sıxılmış yaydısa, deməli, o zaman bizim tənliyimiz kosinüsdən olacaq. X maksimal, kosinüs, omega t. Tamam mı? Bax, indi buradan mən neyiniyəcəm? Verilənlərimizi yazacağım yerinə. Bax, x-in qiymətini bilirəm də, düzdürmü? X-in yerinə yazdım 1, bərabər x maksimalının qiyməti 2. Kosinüs omega t-ni də olduğu kimi yazıram. İndi buradan mən kosinüs omega t-ni tapsam, nəyə bərabər olacaqdır? Kosinüs omega t bərabər olacaq nəyə? 2-də 1-ə. İndi bunu da yazdım. İndi buradan da müəllimlər belə deyək də, yəni omega t'miz nəyə bərabər olar? Yəni kosinüsü 2-də 1-ə bərabər olan bucağımız 60 dərəcədir də. Yaza bilərəmmi ki, omega t bərabər nəyə? Pi bölünsün 3-ə. Buradan tapdım da. Yəni kosinüsü 2-də 1 olan hansı bucaqdır? Elə bilin ki, prost sayıcı olaraq burada omega da mürəkkəbdir də. Kosinüs alfa bərabər 2-də 1. Deyirəm alfa hansı bucaqdır? Deyirsiniz pi bölü 3. Sadəcə burada alfa demirəm. Burada omega t'dir də bizim alfamızın yerində duran. Deməli o zaman omega t'miz də bərabər oldu pi bölünsün 3-ə. İndi müəllimlər, bax bu omeqanı açacağım mən. Omeqanı gəlin açaq. Omeqamız nəyə bərabərdir? Omeqanın yerinə məsələn, mənə periodla dediyi üçün periodun düsturunu yazıram. 2 pi bölünsün t, vurulsun t'sini də yazıram. Bərabərdir nəyə? Pi bölünsün 3-ə. İndi gəlin ixtisarlarımızı aparaq. Hər tərəfdən ixtisarları, piləri ixtisar eləsəm, burada nə qalacaqdır? Mənə deyir ki, periodun hansı hissəsində? Periodun hansı hissəsini müəllimlər, həmişə biz belə yazırıq da, t bölünsün t. Yəni bu dövrü soruşmaq istəyir də, yəni hansı dövrdür, belə deyim. Deməli o zaman buradan kiçik t-nin böyük t-yə olan nisbəti nəyə bərabər olacaqdır? 2 vurulsun 3, elə bil 6-da 1 olacaqdır da. Düz hesabladım, 3 dəfə 2, 6 böləcəkdə elə bil ki oradan. Deməli o zaman cavabımız olacaq 6-da 1. Bax, məsələnin başa düşdüyünüz mahiyyətini, bax, yaza-yaza gəldik. Bax, burada əsas məsələ buradan sonra başlayır, bax, buradan sonra.
Kosinus omega t bərabər 2-də 1. Yəni bunu belə düşünün. Kosinus alfa bərabər 2-də 1. Alfa hansı bucaqdır? Yəni kosinusu 2-də 1 olan. Deyəcəksiniz pi bölünsün 3. Yəni 60 dərəcədə kosinus 2-də 1 qiymətini alır da. Sadəcə olaraq burada alfa deyil də, biraz mürəkkəbdir sanki. Buradan da yerinə qoyuruq. Mənə periodun hansı hissəsi dediyi üçün omeqanın periodla olan düsturunu yazacağam. Sonra da periodun hansı hissəsi dediyi üçün elə bil ki, mənə t bölünsün t nisbəti lazımdır da. Periodun hansı hissəsi? Bax, bu o deməkdir. Buradan da tapacağam ki, t bölünsün t nisbəti bizə verəcək. Nəyi? 6-da 1-i. Aydın oldu Aygül müəllimə? Bəli müəllim, amma mən orada verilənləri biraz yaza bilməmişdim. 2 santimetr sıxılmış yaya ikisini fikirləşmədim. Bir də yol deyəndə el götürdüm. El bərabər. Biz belə deyək də müəllimə, bu koordinatdır da, getdiyi yol koordinat. Yəni biz bunu el olaraq yazmırıq da, burada tənlik olaraq yazırıq ki, bizə başqa cür ayrı necə tapa bilərik bunu? Ancaq tənlikdən istifadə edib tapa bilərik. Bəli, başa düşdüm. Çox sağ olun. Siz də sağ olun. Sonra müəllimlər, deyin görün, birinci başlıqda harda sualınız var? Deyin yazaq. Baxaq daha doğrusu. Var başqa sualınız? Yoxdursa keçirəm ikinci başlığa. Hə, yaxşı, 20-21. Baxım, 20-21 görüm nədir. Biraz tez-tez yazaq müəllimlər suallarımızı. Yəni, vaxtımız qalsın. Ya sual cavab eləyərik, ya MHŞ-ə baxarıq da. Yəni, 20-21. Bu 21 artıq düsturdur. Düz xətt üzrə nü tezliyi ilə harmonik rəqs hərəkətdə maddi nöqtə tam sayda rəqslərə sərf olunan tez zaman ərzində S yolunu qət edərsə, rəqsin amplitudu hansı ifadə ilə təyin olunur? Deməli, yolu biz S hərfi ilə işarə eləsək, biz bilirdik də gedilən yol 4 vurulsun. Əgər deməli n rəqs olubsa, deməli tam sayda rəqslərə sərf olunur. 4-də vurulsun n yazırdıq. Mən də baxıram ki, burada n-i tezliklə ifadə edibdir. Tezliyin düsturu nə idi? Nü bərabər idi. N bölünsün t idi. Buradan siz n-i yazsaz, yazacaqsınız 4a vurulsun. N-in də yerinə yazaram. Nə? Nü t. Mənə də deyir ki, rəqsin amplitudu hansı ifadə ilə təyin olunur? Yəni deyir a-nı tap da. A-nı tapanda neyəcək? S-i böləcəyik 4 nü t-yə. S bölünsün 4 nü t. 21 də 13. Mən elimdə qalsın. Yox, düzülürsən. Mən də ev içi öz bildiklərimi üstə gəl qoyuram. Tam başa düşmədiklərimi, mən başa düşmədiklərimi YouTube-da bəzi izahlarda baxdım, sizinlə videoya baxdım, elə baxdım, həll elədim. Üzrsən, baxmamış, PDF yoxdur deyənə. Hə, yaxşı. Eyb yox, narahat olmayın. Suallarınızı yazın. Qrafiklərə aid olanda, məsələn, bilmirəm, burada çıxaq qoymuşum 64-65, bilmirəm, onlar qrafikdir nədir? 64-65. Bəli, o qrafiklər nədənsə, yəni şey deyə bilmirəm, o məsələsini deyirəm də, sürətlə verirsə məsələsini. 64-65 müəllimə sözdür, bax, açar sözlərdən istifadə eləməkdir bu 64-65. Bunu deyirsiniz? Yoxsa bəlkə şey deyirsiniz, 60-ı deyirsiniz bəlkə bunu? Hə, bax, bax, tamam, yaxşı, gəlin baxaq. Deməli, bax, 60-da nə deyilir? Deyilir ki, harmonik rəqs edən cismin tarazlıq vəziyyətindən olan yer dəyişməsinin zamandan asıllıq qrafiki verilib. Hansı qrafik rəqs sistemin potensial enerjisinin zamandan asıllığını istəyir? Bax, ilk öncə müəllimə, onu deyim ki, enerji qrafiklərində zaman oxunan aşağıda qrafik olmalı deyil. Yəni, məsələn, tutaq ki, D variantı ola bilməz, C variantı ola bilməz, Y variantı. Çünki bu qrafiklərdə zaman oxunan aşağıya düşmə var. İndi, baxıram, verilən qrafik mənə nədir? Koordinat zaman qrafikidir. Müəllimə, koordinat zaman qrafikidir. Potensial enerjidir. Bunlar eyni qanun uyğunluqla dəyişir. Yəni, koordinat qrafiki kosinusla dəyişirsə, görürsünüz, bu kənar bir qiymətdən başlayıb da, sıfırdan başlamayıb. Kənar bir qiymətdən başlayıbsa, deməli, bu kosinusoid dairəsidir. Deməli, potensial enerji də kosinusoidlə dəyişəcəkdir. Sadəcə olaraq potensial enerji də bu zaman oxunan aşağıda olan hissə olmayacaq. Baxın, iki variant arasında qalmışıq da. Bir A-dır, bir B-dir. Bax, B-də görürsünüz, belə deyək də, koordinat başlanğıcından başlayıb. Koordinat başlanğıcından başladığı üçün, deməli, bizə sinusoid yox, bizə kosinusoid dairəsi lazımdır. Deməli, o zaman cavabımız olacaq A variantı. Amma məsələn, burada desəydik ki, müəllimə, kinetik enerji, o zaman siz fikirləşəcəydiniz ki, deməli, koordinat zaman qrafiki kosinusla dəyişirsə, potensial da kosinusla dəyişir. Amma əgər sizdən kinetik istəsəydilər, deməli, potensial kosinusla dəyişibsə, o zaman cavabı siz artıq B götürərdiniz. Əgər burada kinetik enerji istəsəydi, kinetik enerjini artıq sinusoidlə götürərdiniz. İndi qoyun görün, burada başqa qrafik varsa, sizə qrafiklərin üstündən bir neçəsini deyim. Aha, bax, məsələn, baxıram 53-cü suala. 53-cü sualda nə deyilir? Deyilir ki, harmonik rəqs edən
Deməli, cismin koordinatının zamandan asılı qrafiki verilib, rəqs edən cismin impulsunun. Və görürsünüz, sizdən impuls istəyir. İmpuls deməli nədir? Sizə lazımdır sürət. Deməli, indi koordinat qrafiki baxırsınız, bax kosinusla dəyişib. Deməli, deyirsiniz ki, sürət nəyə bərabərdir? Koordinatın zamana görə törəməsinə bərabərdir. Koordinat kosinusla dəyişirsə, deməli siz nəyi tapmalısınız? Kosinusun törəməsini. Kosinusun törəməsi də sizə nəyi verəcəkdir? Mənfi sinusu vermir müəllimə. Deməli o zaman impuls qrafikiniz, sizin sürət qrafikiniz mənfi sinusla dəyişən bir qrafik olacaqdır. Deməli baxın görün, mənfi sinusla dəyişən qrafikimiz hansıdır? Baxın Y variantı. Yəni burada fərqi yoxdur. Impuls da, sürət də mənfi sinusla dəyişəcəkdir. Məsələn, indi sizə desəydi ki, bax PV qrafikinə keçdiniz. İndi mən sizə deyirəm ki, müəllimə, təcil zaman qrafikinə keçin buradan. İndi nə edəcəksiniz? Deyin görüm Ayda müəllimə. Bax bu qrafikdən, bu Y variantında olan qrafikdən təcil zamana keçin. Hamı keçsin müəllimlər. Cavabı belə, yəni hansı belə deyək də, A variantı olacaq da müəllimə təcillə keçəndə. Təcillə keçəndə deməli o zaman deyirsiniz ki, sürət mənfi sinusla dəyişir. Mənfi sinusun törəməsini tapmalısınız. Sinusun da törəməsi olacaqmı? Kosinus və mənfi kosinus. Düzdürmü? Yəni mənfi aşağıdan yuxarı başlayan bir qrafik olacaq, hə müəllimə? Hə, başa düşdüm müəllim. Mən bu sinusun, kosinusun törəməsi biz belə qrafiklərdə istifadə edirik də elə. Bəli, sinusun törəməsi kosinusa bərabərdir, kosinusun törəməsi mənfi sinusa bərabərdir. Əslində qalsa bu dərs çox yüngül dərsdir. Bilmirəm, mənim çevrəm zəifdir, çevrə üzrə bərabər dərsim zəifdir deyə nədirsə, yəni çətinlik çəkdim. Testləri işlədikcə, testlərin həlli izahına baxdıqca zehir elə getdi. Yoxsa Allah testə baxanda necə durub qalmışdım ki, yəni heç bu qədər çaşıb qalmamışdım dərsdə. 3 dəfə qulaq asmışam, 3 dəfə ki, bir dərsin izahına 4-5 dəfə qulaq asmışam. Müəllimə bir şey soruşa bilərəm. Əlbəttə, buyurun. 60-a bir dənə baxa bilərik. Əlbəttə baxarıq. 60. Bu şey başa düşmədim. X tez kosinusundamsa, potensial enerji kosinus olacaq. Bəli. Kinetik enerji niyə sinusundan olur? Törəmə alır. Potensial kosinusla dəyişirsə, kinetik də sinusla dəyişəcək, də müəllimə? Hə, tərs. Hə, bəli. Onlar bir-birini belə deyək də tamamlayır da, tamamlayır. Onların belə deyək də cəmi tam enerjini verməlidir axı. Hə, bildim. Tam enerji verə bilər sualda. Tam enerjinin zamandan asılılıq qrafiki sabit bir xəttdir müəllimə. Sabitdir. Bəli. Hə, bildim. Çox. Yaxşı, sonra keçirəm 69-cu suala. Görüm 69 nədir? Aha, 69-da nə deyilir? Deyilir ki, kütləsi 2 kiloqram olan maddi nöqtə x bərabər 0,4 kosinus 5t üzərinə gəlsin 3 qanuni ilə harmonik rəqs edir. Onun tam enerjisini hesablayın. Deməli o zaman tam enerjisini necə hesablayacaq? Kim yazıb müəllimlər? Bunu izah edin görüm tez mənə. Görüm. Nə yazır? Aha, deyin görüm Mirvari Nə müəllimə. yazır? Tam enerji orada MV'm Aha. Ben elə yazmışam. D bərabərdir X-in vurulsun omega ilə. Sonra V'm tapmışdı. V'm tapılıb da maksimum sürətin maksimum qiyməti X-in omega ilə o deyir 2 metrin bölək saniyə. Cavab Y variantı düzdür görəm bu. V maksimal omega ilə mən elə tapmışam. V maksimal bərabərdir omega vurulsun x maksimal. Düzdürmü? Aha. Onu tapmışam. 0,4'ü vurmuşam 5'i almışam 2. Aha, bəli 2. Sonra Y kanıda hesablayalım. Hesaplamışam. Bəli. 4 yol verir. Y bendidir orada. Bəli 4 2 vurulsun. Orada bizim şey bağışlayın. Neyse orada işarə qoymuşam. Dedim yəqin səhv 4 bölünsün 2. Hə. 4 yolu. Aha, bəli. Yalanmışam müəllimə, yalanmışam. Aha, yaxşı. Yaxşı. Sonra müəllimlər, başqa burada var birinci başlıqda sualınız. Yoxdursa, keçim ikinci başlığa. Yaylı rəqqasa keçəkmi? Mən zəhmət olsa yaylı rəqqasda mən 7-ci sualı yazmışam. Sadəcə olaraq bilmirəm, səhv getmişəm, düz getmişəm. Gəlin görək nə deyilir. Aha, 7-ci suala baxaq. Deyilir ki, k bölünsün 4pi kvadratı nü kvadratı ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? 4pi kvadratı nü Mən kvadratı... orada nüyünü yazmışam. Nü bərabərdir 1 bölünsün 2pi, böyle kök altında k m-lə yazmışam. Sonra kvadratı yüksəltmişəm, kökdən azad eləmişəm. Baxın, 4pi kvadratı nü kvadratı bu bizə nəyi verir? 2pi nü'nün kvadratıdır da, yəni omeganın kvadratıdır, düzdürmü? Kvadratı Ay sağ olun. K bölünsün omega kvadratının yerinə nə yaza bilərsiniz? K
K bölünsün Ay sağ olun. K bölünsün m. Yəni omega K bölünsün m-dir. Kvadrat olanda da yəni kök belə deyək də kvadrata yüksəldəndə kökdən çıxacaq. M də qalxacaq yuxarı. K-lar getdi, qaldı nə? Kütlə. Всё. Mən çox uzun yolla getmişəm belə rahat. Bəli, bu rahatdır Mən da. rahat tapmışam. Elə mən siz deyən kimi yazmışam. Aha, lap yaxşı. Sonra müəllimlər. Müəllimə bir dənə orada 3, 4, 5 bax bu tipdə Hə. birini izah edin. Tamam, izah eləyərəm. 3-cü suala baxıram. Deyir ki, Onun ağzı düstururdu. kx kvadratı bölü 2. Mən deyim olarlar, deyə bilərəm. Deyin, buyurun. Əlbəttə, buyurun, deyin. Kx kvadratı bölü 2 orada potensial enerjidir. P kvadratı bölü 2 də kinetik enerjidir. Onların cəmdə tam Onları enerji. bilirəm. Onları bilirəm bu çıxman olanlar. Tamam, yaxşı. Çıxmada da maksimal olanlar tamdır da hamısı. Belə deyək də müəllimə, bu indeksində m olanlar var. Bu indeksində m olanlar var. Məsələn, kx maksimalın kvadratı bölünsün 2. Bu sizin tam enerjinizdir. Tam enerjidən kx kvadratı bölü 2-dir. Bu sizin potensialınızdır. Tamdan potensial çıxanda nəyi verəcək sizə? Kinetik enerjini. Bəli, kinetik enerjinin ani qiymətini. Всё. Hə, bəli, asandır. Yaxşı. Sonra buradan var başqa sualınız? Müəllimlər, çat bölməsinə yazın. Belə səsli formada deməyək də. Səslər qarışır. Mən heç nə başa düşmürəm. Səslər qarışır müəllimə. O izah deyiləyəndə müəllimələrdən xahiş edirəm. Bilirəm, hamısı bilir. Amma hamısı bir-birinə qarışır. Həqiqətən eşitmək olmur. Aha. Düzdür, aydındır müəllimə. Yaxşı. Sonra baxırıq 30-cu suala. 2 dəqiqə 30-cu suala. Aha. Harmonik rəqs edən maddi nöqtənin rəqs tezliyini 2 dəfə artırdıqda tam mexaniki enerji necə dəyişəcəkdir? Necə dəyişir Ayda müəllimə? Dəyişməz. Tam mexaniki enerji. Bəli. Tam mexaniki enerji ani dəyərlərdən asılı idimi? Xeyr. Tam mexaniki enerji ani dəyərlərdən burada amma bizə nə deyir? Rəqsin amplitud qiymətini sabit verir. Burada diqqətli olaq. Elə ona görə soruşdum. Əgər amplitud qiyməti dəyişsəydi, onda tam enerji dəyişə bilərdi. Rəqs tezliyini 2 dəfə artıranda tam mexaniki enerjimiz necə dəyişəcəkdir? 4 dəfə artar da, çünki bizə amplitud qiyməti sabit veribdir. Bəli, amplitud qiyməti, əgər bax görürsüz, burada şərtə baxaq. Amplitud qiymət sabit olmasaydı, yəni heç bir şey verməsəydi, biz deyən idi. Ani dəyərlərdən biz demişdik, tam enerji asılı deyildi. Nə tezlikdən, nə perioddan, bunlardan asılı deyildi, ani dəyərlərdən. Amma maksimal dəyərlərdən deyirik ki, nədir? Asılıdır. Ona görə də maksimal dəyəri burada sabit verdiyi üçün, bizə rəqsin amplitud qiymətini sabit verdiyi üçün, o zaman tezlikdən necə asılı olacaqdır? Kvadratik asılı olacaq, düzdürmü? Deməli, o zaman tezlik 2 dəfə artdığı üçün bizim tam enerjimiz necə olacaqdır? 4 dəfə artacaqdır. Sonra 39-a baxıram. Müəllimə, üzr istəyirəm. Bir dəqiqə, mən biraz qarışdırdım burada. Nəyi qarışdırdınız müəllimə? Deyin. Amplitud qiymətin sabit verəndə sabit qalmırdı. Həmin hissəni qarışdırdım. Axı. Düstur olaraq gedəbilir, zəhmət olmasa. Aha, yaxşı. İndi deyin görüm. Qoy müəllimələrimiz desin görüm bunu necə yazıblar. Qoy müəllimələr desinlər. Kim necə yazıb müəllimə bunu? Deyin görüm. Hansı düsturla yazmısınız müəllimlər? Deyin. Dəyişməz yazmışam mən də dəyişməz. 4 dəfə artar yazmışam. Aha, yaxşı. Nəyə görə 4 dəfə artar yazmısınız? Kvadratı isə də kvadratı olanda 4 dəfə artır. Tam enerjinin düsturlarını deyin görüm. Bax, tam enerjinin düsturlarını deyin görüm. Tam enerji bərabərdir müəllimə. Omega kvadratı x kvadratı m bölünsün 2 vurulsun m. Müəllimə deyə bilərəm mən. Aha, buyurun. Aha. Hə, siz necə yazmışam? Y tam bərabərdir m kvadratı bölünsün 2. Orada verin yerinə omega 2m yazmışam. Çünki 2m sabit qiymətindədir. Bəli. Mən də yerinə yazmışam ki, 2p ay biraz 2p nü. Müəllimə, elə burada, baxın, elə burada x maksimal sabitdirsə, görürsünüz bizə sabit verib bunu.
Baxın, x maksimal sabitdirsə, zaten harmonik rəqs maddi nöqtədir də biz burada m-i də sabit götürürük. Deməli görürsünüzmü? O zaman tam enerji tezlikdən necə asılı olacaqdır? Kvadratik asılı olacaq. Omegada 2 pi nüdür də. Yəni kvadratda nü kvadrat olmayacaqmı? Çünki bax burada sabit verib. Bax bunu. Deyir sabitdir. Sabit olmasaydı, deməli o zaman necə olacaqdı? Biz bunu dəyişməz götürərdi siz dediyiniz kimi. Amma bunu sabit verdiyi üçün təbii ki, bax tam enerjini görürsünüzmü? Kütlə sabit. Deməli, amplitud qiymət sabit, 2-dəki sabit ədəddir. Artıq burada nü dəyişdiyi üçün tam enerji dəyişəcəkdir. Müəllimə aydın oldu sizə nəyə görə bu rəqs tezliyini 2 dəfə artıranda tam enerji artır? Bəli, artdığı aydın oldu, amma sabit qalanda onda mv kvadrat bölünsün 2 düsturundan getmirdi. Yəni amplitud qiymətinin sabit olduğu şərtini verməsəydi. Bəli. Bax. Bu amplitud artıq onda müəllimə biz deyirik ki, tam enerji ani dəyərlərdən asılı deyil. Sabitliyi görməsək biz orada deyəcəkdik ki, dəyişməz. Yəni rəqs tezliyinin dəyişməyindən tam enerji dəyişməyəcəkdi. Ani dəyərlərdən, perioddan, tezlikdən, bu da kəmiyyətlərdən asılı deyildi, zamandan, bunlardan asılı deyildi. Sadəcə bir də biz deyirdik də, məsələn, bir kəmiyyəti müqayisə etmək üçün, məsələn, düsturda mütləq iki kəmiyyət daha doğrusu müqayisə etmək üçün digər biri sabit olmalıydı. Bəli, biri sabit olmalı. Kvadrat bölə 2 ilə gedəcəkdi də, orada potensialın maksimalını götürməliydi. Aha, bəli. Ki, yəni orada sabit, yəni bir kəmiyyətimiz sabit olmasın, bəli. Mütləq, yəni mən 3 kəmiyyət verilir də düsturda ən aşağı. Onun mütləq biri sabit olmalıdır ki, biz ikisini müqayisə eləyə bilək. Aydındır mənimlə, təşəkkür edirəm. Buyurun, bircə dəqiqə üzr istəyirəm müəllimlər. Sonra müəllimlər, burada başqa hansı sualınız var? Hə, 30-dan sonra 39 yazılıb. Baxaq 39-a. Deməli 39. Sonra keçək suallarımızı eləyək. Deməli 39-a nə deyilir? Deyilir ki, yaydan asılmış yük 6 Hz tezliklə rəqs eləyir. Yükün kütləsini 9 dəfə artıranda rəqs tezliyini hesablayacağıq. İndi gəlin baxaq. Baxın, rəqsin tezliyinin düsturu nə idi? Nü bərabər idi. 1 bölünsün 2 pi kökün altında. Nə idi kökün altında? Deyin görün. K bölünsün m. Düzdürmü? İndi bax, əvvəlcə bu qiymət nəyə bərabərdir? Birinci halda deyir ki, 6 Hz-ə bərabərdir. İndi yükün kütləsini 9 dəfə artırdıq. Yükün kütləsini 9 dəfə artıranda müəllimlər, bax, kütlə 9 dəfə artdı. Kütlə 9 dəfə artanda tezlik necə dəyişəcəkdir? 3 dəfə azdır. Tərs mütənasib asılıdır, kök altı tərs asılıdır özdə. Düzdürmü? Kütlə 9 dəfə artanda bizim tezliyimiz nə etməlidir? 3 dəfə azalmalıdır, düzdür? Deməli o zaman 3 dəfə azalanda da bizim qiymətimiz necə dəyişmiş olacaqdır? Bax 6 idi. 6 3 dəfə azalanda neçə olacaq? 2 Hz olmayacaq. Bəli. Hə, mən ona görə təşdim. Yəni onu bax eyni birəsinə yazdım. Sadəcə 6-nı çöp bölməklə Bəli, bax əvvəlki qiymət 6 idi də. İndi deyirsiniz ki, kütləni 9 dəfə artırmışam. Siz də deyirsiniz ki, tezliklə kütlə kök altı tərs asılıdır. Kütlə 9 dəfə artıbsa, tezlik 3 dəfə azalacaqdır. Əvvəlki qiyməti 6 Hz öldü. Deməli 3 dəfə də azalanda olacaq nə qədər? 2 Hz. Всё. Yəni bunu yaza bilərsiniz. Belə məsələn nü2 bərabər 1 bölünsün 2 pi, kökün altında k bölünsün 9m. Təzədən oradan 3-ü çıxarda bilərsiniz. Təzədən tərəf-tərəfə bölə bilərsiniz. Amma bax üzərində belə oxlarla göstərəndə birbaşa cavabı almış olursunuz. Elə yazmışam müəllimə, cavab alınacaq. Hə, o alınacaq müəllimə, cavab orada da alınacaq. Sadəcə o yol biraz uzun gedəcək. Bu, yəni üzərində oxlarla göstərəndə daha orada da cavab alınacaq. Yox, yolunuz düzdür, narahat olmayın. Sadəcə olaraq yəni o biraz uzun gedir, o mənada dedim. Yox, narahat olmayın, yolunuz doğrudur. Sonra keçirəm, deməli 48-ə. 48-ci sual. Deməli 1, 3, 2 kənar vəziyyətlər arasında olmaqla harmonik rəqs edir. Hansı vəziyyətdədir? Yükün təcilinin modulu 0-a bərabərdir. Baxın müəllimlər, artıq bu sırf qaydadır. Bunu yəni sual verməyək. Hansı vəziyyətdə yükün təcilinin modulu 0-a bərabərdir? Baxın, kənar vəziyyətlərdə sürət 0-a bərabər olur. Kənar vəziyyətlərdə sürət. Çünki baxın, buradan gələn cisim 2-də sürət maksimal olur. Təcil 0 olur.
Artıq 2-dən kənara doğru getdikcə sürət yavaş-yavaş azala gedir, gəlir bir nöqtəsinə, cisim bir anlıq dayanır. Sonra təzədən yenidən başlayır. Bax, gəlir 2-yə doğru. 2-yə doğru hərəkət elədikcə tərazilığına doğru gəldikcə sürət artır, təcil azalır. Deməli o zaman 2 nöqtəsində bizim təcilimizin qiyməti sürət maksimal olduğu üçün təcilimizin qiyməti nəyə bərabər olacaqdı? 0-a bərabər olacaqdı. Bəli, deməli cavabımız olur hansı 2 nöqtəsi? Mən bunu axır testlərdə başa düşdüm. O kinetikin harda Aha, minimum olmağı, bəli. maksimum olmağı, o qrupları çarx kimi. Mən o qrafları başa düşəndə baxıram ki, orada rəqəm yoxdur. Baxıram ki, əsas hansında rəqəm varsa o qraf sayılır. Yəni iki tərəfdə qraf var, amma birində qoyurlar, birində qoymurlar. Aha, başa düşmüsüz də, yəni, bəli, hansılar? Aha, tamam. Yaxşı, 49-cu suala baxıram. Deyir, hansı hissələrdə cismin impulsunun modulunu azalmasına uyğundur? İmpulsun modulu azalırsa, yəni deməli belə çıxır ki, sürətimiz azalır. Aha, indi gəlin baxaq. Sürət, baxın, 1-dən 2-yə doğru getdikcə müəllimlər x artır. Koordinat artdığı yerdə biz həmişə bilirdik ki, sürət nə edir? Azalırdı, düzdürmü? Aha, deməli 1-dən 2-yə cavabımızın biri sürət azaldı. Sonra indi gəlin bir-bir hamısını analiz edək. 2-dən 3-ə. 2-dən 3-ə x azalır. X azalırsa sürət artacaq. Bu bizə lazım deyil. Sonra keçirəm 3-dən 4-ə. Bax, 3-dən 4-ə nə edir? Koordinat artır. Koordinat artdıqca amplitud qiymətimiz artır. Amplitud qiymətimiz artdıqca deməli burada da sürət azalacaqdır. Deməli o zaman cavabımız oldu 1 2, bir də 3 4. Deməli 1 2 3 4. Cavabımız olur B bəndi. Sonra keçirəm 57-ci suala. 57-ci sualda nə deyilir? Deyilir ki, birinci rəqqas n sayda rəqs etdiyi müddətdə ikinci rəqqas neçə rəqs eləyəcəkdir? Deməli, müəllimlər, rəqsin düsturu nə idi? Deməli, n bərabər idi nəyə? Periodla yazaq, tezliklə yazaq, hansıyla deyirsiniz onunla yazaq. Məsələn, periodun düsturu nə idi? T bərabər idi, kiçik t bölünsün böyük n idi, düzdürmü? Buradan n-i tapsaz, kiçik t bölünsün böyük t olacaqdır. Bizə deyir ki, rəqs etdiyi müddətdə, yəni zaman sabitdir. Deməli, belə çıxır ki, dövrlərin sayı ilə period tərs asılıdır. Deməli, o zaman belə yaza bilərik də, n1-in n2-yə olan nisbəti bərabərdir T2-nin T1-ə olan nisbəti. Birinci rəqqasda n saydadır. Bizə ikinci rəqqas lazımdır. İndi gəlin periodların düsturuna açaq müəllimlər. Periodun düsturu nə idi? 2pi. Kökün altında nə idi? Deyin görüm. K bölünsün m idi. N böl K idi. Deyin görüm. M böl K idi. Düzdürmü müəllimlər? 2pi kökün altında m böl K. Deməli, belə çıxır ki, bax, m'lər eynidir. Görürsünüz, bu da m'dir, bu da eynidir, m'dir, düzdürmü? Deməli, 2pi də sabit ədəddir. Deməli, period ancaq K-dan asılıdır, düzdürmü? Yəni, periodun yerinə də belə yaza bilərsiniz də. Period da özü sərtliklə tərs mütənasib asılıdır. Yəni, T1-in T2-yə olan nisbəti bərabər olacaqdır. Kökün altında K2-nin K1-ə olan nisbəti. O da bərabərdir. Bax, K2-nin sərtliyi 9K. 9K-nı K-ya böldünüz. K-lar getdi, buradan çıxdı 3. Deməli, mənlər T1-in T2-yə olan nisbəti 3-dürsə, T2-nin T1-ə olan nisbətini də yerinə yazıram nə? 3-də 1. N1-in yerinə də yazdıq. N bölünsün N2 bərabərdir 3-də 1-ə. Deməli, belə çıxdı ki, N2 də bərabər olacaqdır. Nəyə? 3-ə. Tez-tez demədim ki, başa düşdük sualı. Hə, müəllimlər? Başa düşdük? 57. Aha, 58 də bunu kimidir? Yaza bilərsiniz. Sonra keçirəm 68-ə. Bax, 68-də nə deyilir? Deyilir ki, sərtliyi 64 Newton böl metr olan yaya bağlanmış 100 qram kütləli cisim üfüqi müstəvidə 7 sm amplitudla rəqs edir. Cisim tarazlıq vəziyyətindən 3 sm məsafədə olduqda onun impulsunun modulunu hesablayın. Müəllimlər, baxın, sərtlik verilib, kütlə verilib, amplitud qiymət verilib, deməli, məsafə verilib. Deməli, bura nəyi təyin edəcəyik biz? Burada impuls, üzr istəyirəm, tam enerjinin saxlanma qanunu tətbiq edəcəyik. Bax, yazmışam burada, elə bunun üzərindən deyəcəm. Bax, nəyə bərabər olacaq? Kx maksimalın kvadratı bölünsün 2, çünki bizə 7 sm amplitud verilibdir. Deməli, o zaman Kx maksimalın kvadratı bölünsün 2 bərabərdir. Kx kvadratı bölünsün 2, üzərinə gəlsin. P kvadratı bölünsün 2. Bizə də deyir ki, impulsun modulu. Bax, K'mız var, X maksimalımız var, X'imiz var, kütləmiz var. Bir dənə buradan P-ni tapacağıq. Bunun, belə deyək də, riyazi hesablamasını yazmağa ehtiyac var müəllimlər. Mən yazmışam müəllimə, var idi, o göndərdiyiniz videoda var idi. Aha, bəli.
Ona görə deyirəm ki, yəni ehtiyac var bunu hesablamağa. Biraz hesablama vaxtı alır, ona görə deyirəm. Yəni bax bunun üzərindən sadəcə P-ni tapacaqsınız. 0'dan %16 edir. Hə, indi cavabı belə əzbər deyə bilmərəm, amma yəni bununla həll eləyə bilərsiniz. Əgər yaylı rəqqasda başqa sualınız yoxdursa, keçirəm riyazi rəqqasa. Riyazi rəqqası işləmisiniz? Bəli, müəllimə, işləmişəm mən. Yaxşı. Bəli. İşləmisinizsə yazın suallarınızı müəllimlər. Yazın. Yəni qalan vaxtımıza Müəllimə, mən onu işləməmişəm, indi başlayacağım işləməyə. Aha, yaxşı. Başqa kim? Kimlərin sualı varsa deyin baxaq. Riyazi rəqqasa da baxaq. Riyazi rəqqasdan sonra hansı başlıq var? Bircə dəqiqə. Dalğalar, rəqslər və dalğalardan sonra mexaniki dalğalar olmalıdır, hə? Bir də müəllimə, rezonans haqqında mən bilmədim. Deməli, rezonans hadisəsi haqqında deyirsiniz müəllimə? Hə, rezonans hadisəsi. Aha. Onu işləməmişəm. Birdən onu işləməmişəm. Bir dənə o qalıbdı. Bəli. Bir də axırdan qaldı. Dalğaları çatdıra bilmədim, yoxsa yazardım. Heç nə müəllimə, gələn dərs sonunda soruşacağam. Deməli, o zaman riyazi rəqqasda soruşuram indi. Suallarınızı yazın. Qalanı qalsın. Gələn dəfə güvənlə bir yerdə mütləq çatdıraq işləyək amma. Xahiş edirəm. Yəni qalmasın arada. Riyazi rəqqasdan yazın suallarınızı. Hə, 5-15 yazılıb. 5-15-ə baxıram. Deməli, 5-15. Sonra keçək əlavə suallardan işləyək. Deməli, 5-də deyilir ki, riyazi rəqqas A kənar vəziyyətinə, bu A kənar vəziyyətindən B tarazlıq vəziyyətinə 1 saniyəyə gəlir. Rəqs periodunu hesablayın. Bax, buradan gəldi B-yə 1 saniyə, düzdürmü? Aha, deməli, biz də bilirik ki, bir tam dövr eləyəndə, deməli, necə deyək? Periodun, yəni belə deyək də, aha, 4 period zaman sərf eləyir. Yəni A-dan B-yə gələndə periodun 4-dən birini gəlmiş olur bu cümləni demək istəyirəm ki, A-dan B-yə gələndə deməli cisim periodun 4də 1 hissəsini qət eləmiş olur. Deməli o zaman rəqs periodunda hesablayanda bu 4 dənə yol gedir də 4 amplitud qədər. 1 amplitudu 1 saniyə gedirsə, 4 amplituda 4 saniyə gedəcəkdir. Çünki bax 4 amplituda görməlidir 4 saniyələr. Bəli, 4 amplitud. Çünki biz deyirik də bir dövrdə cisim nə qədər yol gedir? 4 amplitud qədər. Bax yazırıq L bərabər 4A qədər yol gedir. 1 amplitudu 1 saniyə gedirsə 4 amplitud 4 saniyə gedəcək. Sonra keçirəm 15-ə. Hə, 15-də nə deyilir? 4 pi kvadrat. O bayaqki düsturdur. Bax elə. 4 pi kvadratı n kvadratı bölünsün t kvadratı bizə verirmi omega kvadratını? Bax bu ifadə. Omega kvadratını verir. Omega'nın yerinə nə yazarsınız? Kökün altında. Aha, omega kvadratı L. Omega belədir də, J bölünsün L deyil. İndi kvadrata yüksəldəndə də eləcə sadəcə qaldı nə? J bölünsün L. Burada da bir dənə L'imiz var. L'lər də getdi, qaldı J. Всё, sərbəst düşmə təcili. Sonra müəllimlər. Başqa hansı sualınız var? Deyin görüm burada. 24'ə baxaq da müəllimə, yazınsa. Burada bu 24 deyirsiniz müəllimə. Aha. Deyir ki, riyazi rəqqasın rəqslərinin sayının zamandan asılı qrafiki verilib. Nöqtələrə uyğun rəqs tezlikləri üçün hansı münasibətimiz doğru olacaqdır? İndi gəlin baxaq. Bax bizə deyir ki, bax görürsüz, n-in t-dən asılılığı düz mütənasib asılılıqdır, düzdürmü? Düz mütənasib asılılıqdırsa, nü də nəyə bərabərdir? n bölünsün t deyilmi? n bölünsün t, yəni bax belə deyək də, n bölünsün t özü bir-birindən düz mütənasib asılı olan cəmiyyətdir. Bax bu da düz mütənasibidir. Bax siz bir nöqtəsi üçün də nü-nü hesablasınız, eyni qiymət alacaqsınız. 2 nöqtəsi üçün də, 3 nöqtəsi üçün də, 4 nöqtəsi üçün də. Çünki bu cəmiyyət özü bir-birindən düz asılıdır. Deməli o zaman bütün nöqtələrdə tezliklərimiz bir-birinə bərabər olacaqdır. Bircə dəqiqə üzr istəyirəm müəllimlər. Vacibdir, açmalıyım.
Aydın oldu müəllimə sualımız? Bəli müəllimə, bəli, bildim. Çox sağ olun. Tamam, siz də sağ olun. Sonra keçdim 36-cı suala. 36-cı sualda nə deyilir? Deyilir ki, riyazi rəqqasların rəqs tezlikləri arasında hansı münasibət doğrudur? Deməli, riyazi rəqqas deyirsə, rəqs tezliyi deyirsə, nü bərabərdir 1 bölünsün 2pi kökün altına. Aha, deməli olacaqmı? R bölünsün N. 1 bölü 2 pi sabit kəmiyyət. Deməli, görürsünüzmü? Burada artıq nü'nün M-dən asılılığı yoxdur. Deməli, siz bu M-lərə baxmayacaqsınız. Ancaq nəyə baxacaqsınız? L-lərə. Və tərs mütənasib asılıdır. Kökaltı tərs asılıdır. Yəni, uzunluğu böyük olanın tezliyi daha kiçik olacaq. Deməli, o zaman nü 2 böyük olacaqdır. Nü 1 ilə nü 3 də bir-birinə bərabər olacaq. Çünki uzunluqları 2 L-dir. Aydın oldu mu? Nü 2 böyükdür. Nü 1 ilə nü 3 də bir-birinə bərabərdir. Hə, cavabımız A variantı. Nü 2 böyük, nü 1 ilə nü 3 bir-birinə bərabər. Yəni, burada M-ə baxmırıq. Çünki bu riyazi rəqqasdır. Yaylı rəqqas olsaydı əgər, o zaman da biz M-ə baxardıq, L-ə baxmazdıq. Çünki hərəsinin özünün asılı olduğu kəmiyyətlər var. Riyazi rəqqasın tezliyi də, periodu da ancaq rəqqasın uzunluğundan asılıdır. Nə sərtlikdən, nə kütlədən, bunlardan asılı olan bir kəmiyyət deyil. Sonra müəllimlər. 51. 51. Hə. 51-də nə deyilir? Deməli, baxıram 51-ci sualımıza. 51-ci sualda deyilir ki, birinci riyazi rəqqasın periodu T1, ikinci riyazi rəqqasın periodu T2-dir. Uzunluğu birinci və ikinci riyazi rəqqasların uzunluqları fərqinə bərabər olan rəqqasın periodu, deməli, hansı ifadə ilə təyin olunur? Deməli, müəllimlər, bax, burada fərq olanda, belə deyim də, deməli, fərq olanda o zaman əslində bunu çıxartmaq da olar, sadəcə biraz vaxt çox gedir. Düstur olaraq yadınızda saxlayın. Deməli, o zaman T bərabər olacaqdır. Kökün altında T1-in kvadratı çıxılsın, T2-nin kvadratı olacaq. Bax, bunu düstur olaraq yadınızda saxlayın. Fərq olanda fərq olur, toplama olanda isə kökün altında toplamasından olacaqdır. Sonra, var burada başqa sual? Yazmışsınız 59-60'ı falan. Bunları izah eləmişdim o birisi qrupa. Müəllimlər, var burada başqa sualınız? Məndə yox. 59'da 60'a yazmışam. Bəli. Aha, yaxşı. O zaman bax qaldı burada nə? Məcburi rəqslər, qaldı rezonans, mexaniki dalğalar, yəni az sualınız qalıb, çox qalmayıb. Bir dəqiqə baxım. Hə, səs dalğaları, səs lokasiyası. Vəsiyo, yəni də çox sual qalmayıb. Deməli, bu zaman bunları da 3-cü gün güvənlə bir yerdə soruşacağım. İndi gəlin biraz əlavə suallardan işləyək. Mən inşallah 3-cü günə güvən də çatdırmalıyıq. Bəli, mütləq. Yəni, çünki, yəni, elə olsun ki, müəllimlər, belə deyim də, çox üstündə qalmayaq, çünki vaxt ona imkan vermir. Bir dəqiqə mən birinci hissəni tapım. Mikrofonu bağlayaq, müəllimlər, zəhmət olmasa. Deməli, 19-cu sualımıza baxırıq. 19-cu sualda nə deyilir? Deyir, dəniz dalğasında qayıq 5 saniyədə 15 rəqs edir. Dalğada ardıcıl 3 təpə arasındakı məsafə 20 metr olduğuna görə dalğanın sürətini tapın. Buyurun, müəllimlər. Əgər kitabda kimsə kitabdan baxmaq istəyirsə, qoyum bir dəqiqə. Səhifə 176-dır. Çat bölməsi aktivdir. Zəhmət olmasa çat bölməsinə yazın. Haşimdir müəllim. Bəli. Biraz işləyək, sonra biraz da sual cavab eləyəcəm. Hamı yazsın, zəhmət olmasa.
Müəllimlər yazın görüm. Çətin sualdır ki, bu rahat sualdır axı. Hamı yazsın. Müəllimlər yazın görüm. Hamı yazsın müəllimlər. Aygül müəllimə, Səyid xanım müəllimə, Elza müəllimə, Dursun müəllimə. Yazmaq yazanda e-mail adresləri gəlir. Yazmaq yerində də mən də Müəllimə beyefəndidir. Yox. yazmağı müəllimə bir deyin oradan e-mail adreslər gəlir. Niyə belə oldu? Chat bölməsinə girməmisiniz müəllimə? Hə, gəldi. Aha. Hamı yazsın, gözləyirəm hamı. Aygül müəllimə yazın görüm tez. Könül müəllimə sonra. Burada kim var idarə? Ülviyə müəllimə. Ayda müəllimə. Hamı yazsın. Yazıram müəllimə. Mən 24 aldım, yoxdur cavabların içində. Deməli, bax, dəniz dalğasında qayıq 5 saniyədə 15 rəqs eləyir, düzdürmü? Deməli, zaman verilib, rəqsin sayı verilib. Bir periodu taparam da. Period nəyə bərabərdir? T bölünsün indi də. Kiçik T'miz 5, rəqslərimizin sayı 15. Bərabər 3də 1. Bunu yazdıq. İndi əsas məsələ. Deyir, 3 ardıcıl təpə arasındakı məsafə 20 metr. Mən bunun düsturunu, bilməm, sizə demişəm ya deməmişəm, yadımda deyil. Deməli, o zaman, deməli, dalğa uzunluğu nəyə bərabər olacaq? Ümumi məsafəni böləcəyik M çıxılsın M fərqinə. Yəni, bu M-lə N-də nədir? Saydır da. Məsələn, 3 ardıcıl təpə deyirsə, deməli, o zaman 3 ardıcıl təpə nə deməkdir? Bax, bu deməkdir. Mənlər, bax, deməli, 3 ardıcıl təpə, bax, 1 təpə, 2 təpə, 3 təpə. Deməli, bunların arasında görün neçə dənə dalğa uzunluğu yerləşir. 2 dənə dalğa uzunluğu yerləşir də. Yəni, birinci ilə üçüncünün arası deməkdir də bu 3 ardıcıl təpə. Deməli, o zaman məsafəmiz 20, 3 ardıcıl təpə deyirsə, M-imiz 3, N-imiz də 1. Yəni, 1 ilə 3-ün arası deməkdir də bu. Deməli, o zaman 20-ni də böldünüz 2-yə, oldu 10. Dalğa uzunluğunu da tapdınız. İndi sizə deyir ki, dalğanın sürətini tapın. Deməli, sürət də nəyə bərabərdir? V bərabərdir. Lambda bölünsün T deyilmi? Lambdanın qiyməti 10, periodun qiyməti 3də 1. Bunda 3də 1-ə böləndə elə 1 qalır burada, 3 qalxır yuxarıda, düzdürmü? 10 vurulsan 3-dən olacaq 30 metr böl saniyə. Deməli, bir dənə Mirvari müəllimə yazıb sualın doğru cavabını. Deyin görün burada nəyi tapa bilmədiniz? Bir mənə deyin onu. Müəllimə, mən tapa bilmədim Liambudan qiymətini. Periodu tapmışdım, düsturu yazmışdım, bir an boyu Liambudayı tapa Bax, bilmədim. bunu hesab, unutmayın müəllimlər. Deməli, məsələn, tutaq ki, 1-ci dalğa ilə 5-ci dalğanın arasındakı məsafə verilib. Deməli, dalğa uzunluğu necə tapırsınız? Məsafəni bölürsünüz həmin təpə nöqtələri təpə nöqtələrinin sayının fərqinə daha doğrusu. M çıxılsın N. Məsələn, indi tutaq ki, qoy görüm burada başqa elə bir sual olsa, tutaq ki, deyirəm ki, sizə belə bir şey deyirəm. Deyirəm ki, deməli, aralarındakı məsafə tutaq ki, 50 metr olan deməli, dalğanın, tutaq ki, ikinci deməli, təpə nöqtəsi ilə 7-ci təpə nöqtəsi arasındakı dalğa uzunluğu nə qədərdir? 50 bölünsün. Müəllimə,
Neçə 10, müəllimə oldu. Ay sağ ol. 50 bölünsün. Neçə dedim? 7 sağ 2. Aha 7 2 ilə 7. Bəli, bu da olacaq 10. Vəsiyo, bax düstur budur. S böl eləyəm də bərabərdir. S bölünsün M çıxılsın M. Ya mən o düsturu bilmirdim ona görə düsturu. Aha. Bu M olur 3 dənə təpə. Bu bir Aha. hansı olur? Siz müəllimə 3 ardıcıl təpə nə deməkdir? Yəni 1 ilə 3-ün arası deməkdir də. Birinci təpənin 3-cü təpənin arası deməkdir. də. İndi burada 1 ilə 3 deyilməyibdi. 3 ardıcıl təpə deyilib. 3 ardıcıl təpə nədir? Yəni bu birinci təpənin bax 1, bura olur 2, burada olur 3. 3 ardıcıl təpə nədir? Bu 1 ilə 3-ün arasıdır da, düz deyil. Bəli. Yəni məntiq Önlə. n bax bu 3-dür, n də 1-dir də, elə bir belə deyim. Hayır, onu dedim. Kırmızıdan görmedim. Ona göre soruşam ki M çıxılsın nədir? Hə, n çıxılsın n. Yəni hərfdir də m çıxılsın a yazarsınız, a çıxılsın b yazarsınız. Onun fərqi yoxdur. Yəni mahiyyətini bilmək lazımdır. Yəni əslində bunu düstursuz da yazmaq olar. Yəni məntiq olaraqdan 3 ardıcıl biz bilirik ki, dalğa uzunluğu birinci təpə nöqtəsindən ikinci təpə nöqtəsinin arasındakı məsafədir, düzdürmü? Daha sildim buranı da. Aha, bax 1 ilə 2-nin arasındakı dalğa uzunluğudur da, bu dalğa uzunluğudur. 3 dənə də olsa, deməli burada 2 dənə dalğa uzunluğu yerləşir də. 2 dənə dalğa uzunluğunun məsafəsi 20-dirsə, bir dənə dalğa uzunluğu olacaq 10. Aydın oldu? Bəli. Dəqiq olsun. Aha. Yaxşı. Görün burada. Qəşəng suallar olmalıdır. 17-ci suala baxırıq. Test silim, görməyin. 17-ci sualda nə deyilir? Deyilir ki, şəkildə eyni mühitdə yaranan dalğaların sxemləri verilib. Şəkil 1-də dalğanın periodu T1, şəkildəki 2-dəki isə periodu T2-dir. Buna əsasən deyir, T1 bölü T2 nisbətini tapın. Buyurun. Müəllimə B bəndidir. Bilmirəm, gəlin baxaq. Qoyun hamısı yazsın müəllimlərimizin. Hə, qoyun hamı yazsın. Vaxt verək biraz. Sonra deyəcəm cavabı. Yaza bilmirəm, baxacağım ki. Ben de bunu yazabilmedim. Deməli müəllimlər, bax nədən istifadə edirik? Period nə idi? Nə idi? Periodun tərifində nə deyildi? Müəllimə orada olur. Müəllimə 3'te 2'dir B bəndiyim. 3'te 2'dir müəllimə cavab. B bəndi. Bəli. Bax. Müəllimə göndərə bilmirəm bu çatdan. Onu necə göndəreyim? Yazdım. Chat bölməsinə girin, chat bölməsinə. Ya zəng daxili mesajlar yazılır, ya da chat yazılır eləcə. Ora girin, vəsiyo, avtomatik üstdən basan kimi klaviatura gələcək. Klaviaturada yazın. Deməli müəllimlər, period nə idi? Nə idi period? Deyin görüm tərifini. Bir tam dövrə sərf olunan zaman. Baxın, indi bu dalğa burada bir tam dövrü harda tamamlandı? Bura qədər tamamlandı da. Sayırsınız, bax 1, 2, 3, 4. Aysa on hər damanı bir vahid qəbul eləsək, deməli o zaman T1-in perioduna nə deyirəm? T1-in periodu olsun 4. İndi gəlin keçək, belə çıxdı ki, hər damamızı 1 saniyədə gəlib də, düzdürmü? İndi gəlin keçək ikinci. Burada bir də tapdıq. İndi bu ikinci şəklə keçək. İkinci şəkildə zaten elə baxırsınız ki, elə bu bir dövrdür də, düzdürmü? İndi gəlin sayaq, bax 1, 2, 3, 4, 5, 6. Deməli, ikincidə dalğanın periodu oldu nə qədər 6. Sizə deyir ki, T1 böl T2 nisbətini tap. T1-in periodu 4, T2-nin periodu 6. İxtisarlarımızı aparsaq, olacaq nə qədər? 3-də 2 qədər. 3'te 2. Yaza bilmədim. Mən onu bəndi yazma. 3'te 2'ni yazmağa çalışıyorum, yazamadım. Müəllimə, T1'in qrafiki T2'dən uzundur. Nəyə görə? Yəni T1 Müəllimə uzun bizə olan deyir T2 ki, yəni biz baxaq görək bir seçə bilirikmi ki, bu period hardan hara qədər olan məsafədir. Müəllimənin çoxsu götürür bunu hamısını elə götürür bir sayır buradan. 4 yox, 6 dama götürür. Biz bilməliyik ki, period bir dövrə sərf olunan zamandır. Yəni bu rəqsin bir dövrü harda gəldi, tamamlandı. Bax burada tamamlandı. Artıq bu hissələr mənə lazım deyil. Keçmirəm ora. Görürsüz ikincidə sağ olsunlar, heç artıq çəkməyiblər, elə bir dövr çəkiblər.
Amma birincidə istifadə eləməliyik də. Yəni birincini ona görə verib ki, biz bu damaların sayını görək ki, yəni hər damanı 1 saniyə qəbul eləyək də, elə bir belə deyim. Loro dillə desək. Başa düşdüm mən. Burada dövrlərin sayında dama 2 dənə, amma buradakı sayda 3 dənədir. Bəli, bəli. 1, 2, 3, 4, 5, 6. Bəli. Başa düşdüm. Yaxşı. Başa düşdünüz, lap yaxşı. Yaxşı. Bir bu 10-cu sualı tez deyin görüm Şifahi. Deyir ki, qrafik verilib hansı nöqtə A nöqtəsi ilə eyni fazada rəqs edir? Tez deyin görüm bunu. Tez. 5 ilə 5. 5. Bəs hansı nöqtə əks fazada rəqs eləyir? 3. Yaxşı. Bu A ilə bu 5-in arasındakı məsafə nəyə bərabərdir bu məsafə? Dalğa uzunluğuna. Bəs yaxşı, bu A ilə 3-ün arasındakı məsafə nəyə bərabərdir? 2 ampul. Görüm kim deyəcək? Elmə amplitud deyil. Xeyr. Bəlmə period. Xeyr. Nə? Yox. Bax, bu əla. Bunu qəbul elədim. A ilə 5-in arasındakı məsafə dalğa uzunluğudur. Yəni eyni fazada rəqs edən iki dalğa uzunluğunun aralarındakı məsafə dalğa uzunluğuna bərabərdir. Bəs əks fazada rəqs eləsə, o zaman nə olacaq? Nəyə bərabər olacaq? Bölünsün 2 olmayacaq. Bəli. Dalğa uzunluğunun yarısı qədər olacaq. Baxın, bu A deyil, bu 3-ü gətirin, köçürün bura. Nə qədər olur? Dalğa uzunluğunun yarısı qədər olmur. Yaxşı. Bu da belə. Yazın görüm 7-ci suala baxaq. Şəkildə deyir, yaylı rəqqasların periodları eynidir. Buna əsasən yaylardan asılmış cisimlərin kütlələrinin nisbətini tapın deyir. Mən paralel olanı topluyorduk, yoxsa ardıcıl olanı topluyorduk. Mən onu elə sizdən soruşmaq istəyirdim. Soruşumu görün. Paralel olanda toplayırdıq səhvlikləri. Ardıcıl olanda Biri gəlsin, xatırlatsın da bizə. Görək hasında nətər olurdu. İmtahana təsəvvür edin, imtahana düşüb. Orada bir dənə nəzarətçiyə deyim, bir dənə kitab dəftəri gətirin, görək bu nətər idi. Ben orada şeyde söz soruşmaq oldu. Heç başınızı döndərə bilmirsiniz. O ki, qaldı nəsə söz soruşmaq. Allah qüsu veriləşməyə adam nələsir. Müəllimdən çox nəzarətçi olur. Ardıcıl birləşmədə müəllimə x bərabər olur x1 plus x2. Paraleldə isə x1 x2 bərabər olur. Nə deyim? Deyirsinizsə düz olar yəqin. Yazın görək. İndi onu tətbiq eləmək. Bəli, eləyək görək. İndi onu kafir qoyacaq. Mənim də arada yadımdan çıxır. Elə bir elə həmişə yadımda qalmır ki, elə bəlkə mənim də yadımdan çıxıb. Deyin görək, siz mənim yadıma salın. Nə oldu müəllimlər? Bax deyir ki, yaylardan asılmış cisimlərin kütlələrinin nisbətini istəyir bizdən və bizə deyir ki, periodlar eynidir. Bax buradan yola çıxırıq. Periodlar eynidir sözü bizə bir ipucudur. Yəni yazıram ki, x yayının periodu bərabərdir y yayının perioduna. Period düsturu da necədir? T bərabərdir 2pi kökün altında nəyə?
M bölünsün K-ya. Deməli belə çıxır ki, bu 2pi sabit ədəddir də. Deməli period kütlələrlə kökaltı düz, sərtliklərlə isə kökaltı tərs aslıdır. Periodlar da bərabər olduğu üçün elə belə yaza bilərəmmi bunu? Bax, elə hər tərəfi də kökdən azad eləyirəm də, onsuz da bərabərdir bir-birinə. Deməli, X cisminin kütləsi bölünsün. Nə qədər olacaqdır? Bax, birinci yayın sərtliyi paralel birləşmədir. K. Deməli, olacaqmı 2K? 2K olur mu müəllimlər? Müəllimə mən yazsam mx bölü my bərabərdir. 2k bölünsün k bölü 2. Aha, indi gəlin baxaq. İndi mən də ümumi olaraq belə yazdım da. Aha, indi gəlin baxaq. Bu birisi yay üçün, y üçün yazıram ki, my bölünsün. Bu isə ardıcıl birləşibdir. Bunun sərtliyinin yanına bax bura yazdım 2k. Bunun da sərtliyi olur nə qədər? K bölü 2. K bölünsün 2-ni də qalxanda 2 qalxır yuxarı. Hər tərəfdən K'larımız ixtisar gedir. Deməli o zaman mx-in my-ə olan nisbəti nəyə bərabər olacaqdır? 4 olmur. 4. Mən 4 4. yazmışam. 4 olur, bəli. 4 oldu mu müəllimlər? Başa düşdünmü? Tx bölü ty açdım. Daha doğrusu tx bərabər ty açdım. 2 pilər falan ixtisar elədim. Kök altlarda apardım da. Onsuz da kökə yüksəldə bilərəm. Hər tərəf eynidir. İndi gəlin. Siz test 8-i yazın görün. Bunu başa düşmüşüksə, eyni şeydir. Bir dənə 8-i də belə deyim də tətbiq eləyək. Sonra başqa mövzuya keçəcəm. Başqa işte qüvvələrə falan gedək. Görüm yadınızda qalıbmı? Sürtünmə falan. Enerji yazada baxaq biraz. Yazın görün müəllimlər. Çətin deyil, yazın. Bax, bayaq yazdığımız qaydanı tətbiq edin görün. Aha, hamı yazsın. Deməli, birinci yayın ardıcıl birləşmədə yayımızın sərtliyi olacaq. Ardıcıl birləşib nəyə bərabərdir? 2 dəqiqə. Birinci yayımızın sərtliyi olurmu? K bölünsün 2. Düzdür. Daha doğrusu kx bölünsün 2. X yayı üçün. Kx yazaq da ayağına. Aha. Üçüncüdə isə nə qədər olacaqdır? 2. Aha. 3 K, Y, düzdürmü? Yenə deyir periodlar eynidir. Tx bərabərdir Ty.
Yenə açıram. Elə 2 pilər falan ixtisari gedirəm, kökün altından çıxardıram. Birinci yayın, yəni X yayının kütləsi M-dir. Deməli, M bölünsün K-dır da, sərtliyi isə KX bölünsün 2-dir. K, yəni X indeksi deməkdir, ona görə yazıram. 2 də qalxacaqmı yuxarı? Bərabər olacaq. İkinci yayın, Y yayının kütləsi 5M, sərtliyi isə 3KY qədər. İndi hər tərəfdən kütlələri ixtisar elədim. Deməli, bizə də deyir, nəyi tapın? KX-i deyir, böl KY-ə. Deməli, bu da nəyə bərabər olacaq müəllimlər? 2-ni 3-ə vurub 6-ya böləcəyik də. 6 böl 5 olmur. Düz tapdıqmı? 6 böl 5, bəli. Yəni, sadəcə sizə burada sərtliklər lazımdır. Bir də periodda yerinə qoyub hesablamaq. Всё. Keçək biraz əvvəllərə. Biz gəlin enerjiyə baxaq. Məsələ olmalıydı. Bir dəqiqə. 15-ci sualımıza baxırıq. Deyilir ki, LM hissəsinin sürtünməli olduğu və sürtünmə əmsalının da 0,4 olduğu şəkildəki sistemdə K nöqtəsindən sərbəst buraxılan cisim sərtliyi 4000 Nm/m olan yayı neçə santimetr sıxa biləcək? Buyurun. Enerjinin saxlanma qanununu tətbiq edirik. Sadəcə nəzərə alırıq ki, səthimiz sürtünməlidir. Mirvari müəllimə, siz mənə deyin. Bax, bu cisim birinci başlıqda burada dayanıb da. Burada hansı enerjiyə malikdir? Bəli. Potensial enerji. Potensial enerjinin maksimumdur da müəllimə. mgh max bərabərdir tam enerji. Deməli, birinci halda bu cisim, çünki başlanğıc sürəti 0-dır. Deməli, kinetik enerjisi 0 olacaq. Deməli, birinci halda bu cisim tam enerjiyə malikdir. Və deyir ki, səth sürtünməlidir. Bu sürüşüb gələ-gələ
Burada nə olacaqdı? Bu MGH-ın bir hissəsini sürtünməyə sərf eləyəcəkmi? Tamam, o zaman yazaramı MGH çıxılsın A, yəni İlk sürtünmə. yəni A-da müəyyən bir hissəsinə sürtünməyə sərf olunacaqdı da. Yəni o da görülən işdir də. Sürtünmə qüvvəsini gördük. Axı mən qüvvə ilə yaza bilmərəm, işlə yazam. Deməli bu da bərabər olacaqdı. Gəldi, çatdı bura. Bu yayı nə qədər sıxacaq? Deməli o zaman olacaqmı kx kvadratı bölünsün 2. Kvadratı bölünsün. İşte oradan da x-i tapmalıyıq da biz. Bəli, deyir nə qədər sıxacaq. Hər şey var da, yerinə qoyaq, yazaq. Sadəcə olaraq indi bax kütlənin yerinə yazıram nə? Kütlə verilibdir də bizə. Aha 2 vurulsun. J-nin qiyməti 10, H-ın qiyməti 1/2. İndi A nəyə bərabərdir? A bərabərdir sürtünmə qüvvəsini gördük işte. F sürtünmə vurulsun S-dir. F sürtünməni də azsaz deyəcəksiniz ki, müəmjədir. Deməli o zaman mü'nün qiymətini yazıram. 0,4 vurulsun. M-imiz 2, J-imiz 10 vurulsun. S-imizin də qiyməti nə qədərdir? Bax 50 santimetrdir. Yəni bu da olur nə qədər? 0,5 bərabərdir. Sərtliyimiz 4000. X-imiz deməli bilmirik, yerə bizə x lazımdır. X kvadratı bölünsün 2-yə. Deməli bu da nə qədər olacaq? 2-ni deməli 10-u 12-yə vur, 1/2-yə vurdunuz 12, 12-ni 2-yə vurdunuz 24. 24 çıxılsın. Deməli 10-u 0,5-ə vurduq 5, 5-i 2-yə vurduq 10, 10-u da 0,4-ə vurduq 4. Bərabərdir. 4000-i 2-yə böldünüz 2000 x-in kvadratı. Buradan da x bərabər olacaq. Elə birbaşa kökün altda. 24-dən 4 çıxdınız 20. 20 bölünsün 2000-ə. Düzdürmü? İxtisar gedir, 2-lər də gedir, 100-də 1. 100-də 1-dən də çıxır 0,1 metr. Və bizə də cavabı santimetr deyir. Santimetr olduğu üçün də 0,1 metrimiz də bərabər olacaq nəyə? 10 santimetrə. Cavabımız olur A variantı. Başa düşdük məsələnin mahiyyəti. Bax, həmişə sürtünmə varsa müəllimlər, belə yazmayın, MGH bərabər, məsələn, tutaq ki, kx kvadratı bölü 2. Sürtünmə varsa mütləq sürtünməyə görə müəyyən bir iş görülmüşdür. Deməli, o sürtünmə qüvvəsinin gördüyü iş var. Həmişə onu tam enerjidən görülən işi çıxın. Çünki sürtünmə qüvvəsinin işi mənfidir. Ona görə çıxmalıyıq. Elə bil ki, sürtünmə qüvvəsi orada o enerjinin bir hissəsini yeyir. Gördünüzmü? 24 idi başlanğıcda bunun tam enerjisi. Bu 4 zol tapdıq. Bax, bu 4. Bu 4 zol gördünüzmü? Sürtünməyə qarşı görülən iş idi. Deməli 24 zol enerjinin 4 zolu getdi nəyə? Sürtünməyə görə görülən işə. Gördünüzmü? Azaltdı da. Tam işi azaltdı. Ona görə çıxırıq onu. Başa düşdük mahiyyətini məsələnin. İndi məsələn gəlin tutaq. Necə? Əsl lig imtahanına aydın olsun. Bəli, Yəni bəli. onu. Bəli. İndi 16-cı suala baxaq. Yəni bu elə də çətin məsələ deyil amma. Yəni onu deyim ki, sertifikasiya da düşə bilər. Kütləsi 2 kiloqram olan cisim D nöqtəsindən 20 metr böl saniyə sürətlə atıldığı zaman sadəcə BC hissəsi sürtünməli olan yolun A nöqtəsindən 5 metr böl saniyə sürətlə keçir. Buna əsasən cismin BC hissəsində itirdiyi enerjinin neçə joule olduğunu tapacağıq. İndi müəllimə MV kvadratı bölünsün 2 çıxılsın A olar. MV0 kvadratı. Çünki başlanğıcda bəli, görürsünüz müəyyən bir V0 sürətindən hərəkət edib. Başlanğıcda da onun ancaq hansı enerjisi olur? Baxırıq ki, yerdədir. Deməli o zaman onun başlanğıcda, yəni hündürlük yoxdur ki, potensial olsun. Ancaq başlanğıc tam enerji ibarətdir nədən? Başlanğıc kinetik enerjidən. Yəni MV0 kvadratı bölü 2 başlanğıc enerjisi budur. Müəllimə 375 deyə bilərəm. Buyurun. Yəni cavabı bilə bilmirəm şifahi ki, yəni deyəm ki, düzdür. Amma yəni eləyəndən sonra deyə bilərəm. Aha, deyin görüm. Elə bil ki, ilk anda atıldığı başlanğıc sürət 20 metr saniyədirsə, MV0 kvadrat bölü 2-dən çıxırıq A-nı, yəni sürtünmə üçün görülən işi. Bərabər eləyirik o son sürətə MV kvadrat bölü 2-yə. Bəli, tamamilə doğru. Oradan daha bərabərdir M bölək 2 mötərizə V0 kvadrat minus V kvadratından da çıxanda M bölü 2 onsuz da 2 kiloqramın 2-yə nisbəti 1 qalır. Başlanğıc sürətin kvadratı 400 eləyir, son sürətin kvadratı 25 eləyir, 400-dən də 25 eləyir, 375 çox. Aha, əla. Deməli, kütləmiz 2-dir də, 2-ni 2-yə böldük 1. Bəli, iki Başlanğıc iki. sürətimiz 400. Aha, son sürətimiz nə qədərdir?
Hə, 5. A nöqtəsinə 5. Aha, 25, bəli, o da olacaq nə qədər? 375. Bəli, müəllimə tamamilə doğru. 375 joule. Müəllimlər, aydın oldu sual? Müəllimlər, baxın, gəlin bir Hələ dənə. üstür bir matematisə yazın. Bəli, aydın Tamam, oldu. tamam. Bircə dəqiqə. Bax, birinci halda bu cisim hardadır? Bax, buradadır da, düzdürmü? Bax, burada bu cisim yer səthindədir. Yəni, yer səthində olduğu üçün təbii ki, bunun potensial enerjisi sıfırdır və müəyyən başlanğıc sürəti var. Deməli, bunun tam enerjisi ibarətdir maksimal kinetik enerjidən, başlanğıc kinetik enerjidən. Bax, buradakı D nöqtəsindəki bunun tam enerjisini yazdım. mv0 kvadratı bölünsün 2. Yəni, bu bunun tam enerjisi və deyir ki, sürtünməli səth var. Sürtünməli səth varsa müəllimlər, tam enerjidən mütləq həmin o sürtünməyə görə görülən işi çıxın. Deməli, o zaman başlanğıc andakı tamdan çıxacam işi, yəni sürtünmə qüvvəsinin işi olduğu üçün çıxacam. Sürtünmə qüvvəsinin işi, müqavimət qüvvəsinin işi həmişə mənfi olur. Ona görə onu tam enerjidən həmişə çıxın. Tam enerjidən çıxdım, mv0 kvadratı bölü 2-dən çıxdım A-nı bərabər elədim. Bu cisim gələcək, tutaq ki də müəyyən bir nöqtədə dayanacaq da burada, düzdürmü? Yenə bunun potensial enerjisi olmayacaq da dayanana qədər, yəni deyir ki A nöqtəsində bunun enerji sürəti olub nə qədər? 5. Deməli, burada bunun ancaq yenə nəyi var? mv kvadratı bölü 2-si var da, kinetik enerjisi var. Bax, gördünüzmü yazdım? mv0 kvadratı bölü 2-dən çıxdım, sürtünməyə görə görülən işi bərabər elədim nə? Sondakı kinetik enerjiyə. Aydın oldu. Bax bu. Əsas məsələ budur. Aha. Yaxşı, sonra qoy görün bundan ayrı nəsə belə bir sual varmı? Bunlara aid işləyək, adiləşəcək, narahat olmayın. İndi 17-ci suala baxaq. 17-ci sualda nə deyilir? Deyilir, şəkildəki yolun yalnız üfüqi hissəsində cismə sabit 10 newtonluq sürtünmə qüvvəsi təsir edir. Nöqtələr arası məsafə bir-birinə bərabər və hər biri 5 metrdir. K nöqtəsində sərbəst buraxılan 5 kiloqram kütləli cisim hansı nöqtədə dayanacaq? Müəllimə, güvəndə YouTube'da belə bir testlər var idi. Başa salmışıq bunlardan. Güvəndə yox. Bu tipli suallar heç güvəndə yoxdur. Bu MHM-də var. Yəni orada Yəni, belə bir azdır. sual Hə, başa var idi. Orada bir dənə salmışdım. sual var idi. Baxın, yadınıza gəlir, keçən il yazmışdım. Güvəndə var idi belə bir sual. Hə, düz deyir müəllimə, hə. Bax, diqqətli olun. Axıra kimi oxuyun şərti, görün sizə nə deyilir. Müəllimlər, yazın görüm, artıq bunu yazmalıyıq. Müəllimə, burada MGH minus F sürtünmə vurulsun S. Aha, bəli.
Doğru. bərabərdir MJH. Dayanar. Bir də orada nəsə ilişdi. Dayanar. Bax, gəlib bu nöqtələrin hər hansı birində dayanacaq, düzdürmü? Dayanar deyirsə sürət 0 və yer səthi olduğu üçün bunun potensialı da 0. Deməli, elə bunun tam enerjisi nə olacaq? 0-a bərabər olacaq da müəllimlər. Deməli, o zaman nə yazaram? MJH çıxılsın A bərabər 0. Всё. Buradan indi bizə deyir ki, nədir? Hansı nöqtədə dayanar? Tamam. MJH bərabər olacaq elə nəyə? A-ya. A-nın da yerinə nə yazaram? Sürtünmə qüvvəsi var da. F sürtünmə vurulsun S. İndi gəlin yerinə qoyaq görək. Bax, kütləmiz nə qədərdir? Bizə deyir 5. 5 vurulsun 10. H-ın qiyməti 3 bərabərdir. Cismə 10 newtonluq qüvvə təsir eləyir də. Sürtünmənin yerinə yazdım 10. Məsafəni bilmirəm də hansı nöqtədə dayanacaq. Deməli, buradan S-i tapsaz nə qədər olacaqdır? S 15 olmurmu? 15. 15. S 15-dir. Deməli, bu 15 metr yol gələcəkdir. Bizə də deyir ki, nöqtələr arası məsafələr bir-birinə bərabərdir və hər biri 5-dir. Bax, buradan bura qədər 5 gəlir. Buradan bura 5 gəlir. Buradan bura 5 gəlir. Deməli, bu 15-i harda gəlib dayanacaq? T-də dayanmazmı? Məndə məsafə sayılmır. Necə? K-dan X-ə qədər olan məsafə. K-dan X-ə qədər gəlib sürüşüb də, bu K-dan X-ə qədər müəyyən qədər enerjisini, baxın, MJH potensial enerjisi var idi də, onu sərf edərək gəlib də artıq. Mən də 15 yapmışdım. Biraz doğrudan da 5 götürüb öncə də dəyişdim. Yox, bax, bizə müəllimə bu hissələri verib də, biz bu hissədən istifadə edəcəyik. Bu hündürlüyü biz, belə deyək də, potensial enerjiyə zaten sərf edir o hissəsini. Aydın oldu mu? Deməli, olacaq hansı nöqtə? T nöqtəsinə dayanacaq. Yaxşı, gəlin birində eləyək. 18-ci suala baxın. Sürtünməli yolun X nöqtəsindən sərbəst buraxılan 2 kiloqram kütləli cisim Y nöqtəsində dayanır. Buna əsasən sürtünmə qüvvəsinə qarşı görülən iş neçə joule olacaq? Diqqətli olun, axıra kimi oxuyun. Yəni, bilmirəm, bax, hamı sakit formada yazsın. Yazın, görək necə yazırıq. Bunu yazaq, xahiş edirəm, hər kəs yazsın. Düz yazaq. Sərbəst buraxan 2 kiloqram kütləli Y nöqtəsində dayanır. Sait xanım müəllimə, səsli şəkildə oxuyursunuz. Mən deyiləm müəllimə, mən deyiləm. Hə, siz deyirdi. Onda kimdir səsinizi dəyişə saldım, kimsə səsli oxuyur. İki dəqiqə vaxtınız var müəllimlər. Amma hamıdan cavab gözləyirəm. Müəllimə 40 oldu. Müəllimə cavabı əzbər bilmirəm. Yəni yolunu deyə bilərsiniz amma yolunu deyin görüm. Müəllimə elə bil X nöqtəsində maksimal, yəni tam enerjisi 60 joule eləyir MJH-dan. Bu da gəlib Y-də dayanıbsa, elə bil ki, Y-ə qədər qalxdığı enerjidə MJH-ı da 20 joule eləyir. Deməli, 40 joule enerji itirib ki, bu 20-də dayanıb. 20 joule enerji sərf etdiyi yerdə dayanıb. Aha. Deməli, o zaman enerji saxlama qanunu necə yazaq? Müəllimə, mən yazdım ki, 3 MJH minus A bərabərdir 1 MJH. Aha. Deyil məlumatda dayanıb, 3H-da dayanıb da, X nöqtəsi 3-də, 3 metrdə daxı. MJH maksimal çıxılsın, elə bil ki, A bərabərdir MJ kiçik H-a. Aha, yəni mən də belə yazdım. X-dən Y-lə yazdım da, X nöqtəsinə görə H, Y nöqtəsinə görə H. Aha, tamam. İndi gəlin yerinə qoyaq. Aha. Deyil. Necə? X-ə görə olan hündürlük olacaq indi 3 MJH. Aha, bəli. O zaman H-in yerinə burada qoyacağam 3. Y nöqtəsindəki hündürlüyü nə qədərdir? Y nöqtəsi buradır. Y nöqtəsinə yerinə qoyacaq 1. Bizə də deyir işi tapın da. Elə A bərabər olacaq, belə yazım da. MJ-dən 3-dən də 1-i çıxırıq ki, MJ-ni elə bir 2-yə vururuq da müəllimlər, düz deyilmi? Deməli, kütləmiz nə qədərdir? 2
vurulsun 10, vurulsun 2. Bəli, tamamilə doğru. 40 joule. Başa düşdük müəllimlər. Nəhayət. Bəli. Doğrudan. Əla. Yadınıza gəlir o sürtünmə qüvvələri ilə bağlı olan Newton qanunları idi, yoxsa elastiklik qüvvəsi idi. Neçə dəfə keçdik dərs ona aid? 3 dəfə keçdik də, hə? 3 dəfə üstündə qaldıq. Newton qanunları idi müəllimə, üstündə çox qaldı onlara. Aha. Yaxşı, gəlin bir dənə də buna baxaq. Üfüqi yolda düz xəttli bərabər sürətlə hərəkət edən 10 kiloqram kütləli cismin yer dəyişməsi 20 metr olduqda 400 joule iş görmüş olur. Buna əsasən cisimlə səth arasındakı sürtünmə misalını hesablayın. Bu asandır, həqiqətən çox asandır. Enerji çox maraqlı bölmədir. Və enerji məsələlərinin 90% də görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Bax, o düsturla, o tənliklə gedir. Və yaxud da ki, tam enerjinin saxlanması. Cavabları da göstərəm burada sizə mən. Heç baxmıram ki. Buyurun. Evandım alma. Cevap verə bilərəm. Qoy yazsınlar. Aygül müəllimə bircə dəqiqə gözləyək. Yazın görək müəllimlər. Nə oldu müəllimlər? Niyə yazmadı heç kəs? Yaza bilmədim mən. Müəllimə, Bəli. burada ümumi görülən iş A bərabər Fs əslində olmalıdır 2000 joule, amma 400 joule iş görülüb də. Deməli, orada 1600 joule enerji sürtünməyi, yəni bunu azaldıb. Və burada sürtünməyə sərf olunan, yəni iş, sürtünmənin gördüyü iş. Ona əsasən orada MMJ ilə tapmaq olar müdən, münü. Yəni o cür yanaşmaq olar. Prosto deyəsə mən rəqəmlərdə səhv elədim, nədirsə başa düşmədim özümdə. Bərabər sürətli hərəkət olduğu üçün, deməli bizim F əvəzləyicimiz sıfıra bərabər olacaq. Olsun da bizdə sürtünmə qüvvəsinin gördüyü işi deyir. Deməli o zaman işin yerinə yazdıq 400 joule. Bərabərdir. Deməli düz xəttli yol olduğu üçün sürtünmə qüvvəsinin yerinə yazarsınız müəmci, düzdürmü? Müümüz nə qədərdir? Müünü istəyirdi, elə bizdə müünü yazıram. M-imiz 10, MJ-miz 10. Bunu da vuracağıq nəyə? Məsafəmiz nə qədərdir? 20 metrdir də. Bunu da vurduq 20-yə. Buradan müünü tapsaz. Deməli nə olacaq? Hər tərəfdən, bax bu 2 sıfırı sildim, bu 2 sıfırı sildim. Deməli 4-ü bölür 20-yə. 5-də 1 olmur mu müəllimlər? 5-də 1 o da olur mu 0.2? 0.2. Bəli, 0.2. Mən dedi A bərabərdir MJ H-la hesabladım. Bəli. MJ vurulsun məsafəmiz S qədər.
Bəli, 400 joule iş görülüb, amma əslində görülən işimiz nə qədər olmalıdır? Görürsüz, belə deyək də, bir xeyli hissəsi sürtünməyə sərf olunub, belə bir işin enerjini eləyib də azaldıbdır. Sürtünmə işin 1600 da 0.8 düşüb tamamlanır da mənim elə. necə? 400 dolar 0.2 iş görülübsə, müəllim bayaq dedi ki, 1600 qaldı, 2000 iş görülməlidir, 2000 dolar iş görülməlidir. Yerdə qalan 1600 də 0.8-dən tamamlandı. Ünün də qiyməti bir kimi olmur. Aha, bəli. Yaxşı müəllimlər. Ev tapşırığımızı bildik. Bax, buradan da enerjidən xeyli məsələ işləmiş olduq. Ev tapşırığımızı bildi hamı. Güvən işləməliyik müəllimə. Bəli, bəli. Beylərlə deyil. Bəli, bəli. B-ləri, C-ləri mütləq. Əsas da B və C-lər, A-ları işləməsəz də olar. Və bir də sizin topludan yarımçığınız qalmışdı. Dərsiz, belə deyim də, o əvvəl atdığım şeyə baxın, nədir? Video kaydına da baxın, oradan da yenə səhvlərinizə, düzlərinizə baxın, arxadan da, yəni harda qalmısınızsa oradan. Heç nə, suallarınızda nə qalası olsa yenə gələn dərs verərsiniz. Amma görürsünüz, bax belə biraz əlavə də işləyə bilirik də. Yəni siz biraz evdə suallarınıza özünüz baxanda o dərs kaydından burada əlavə nəsə işləyə bilirik. Aydın olurmu fikrim nə eləmək istəyirəm? Yəni gələn dərsdə vaxtımız qalsa sual cavab eləyərik. Biraz sual cavab eləyərik. Düzdür, təzəlikdə sual cavab eləmişik. Bütün bölmələri demək olar təkrarlamışıq. Amma yenə də vaxtımız qaldıqca ən azından bölmə təkrar eləmək lazımdır. Mənə başqa sözü sual olan var müəllimlər? Mənim deyəcəklərim bu qədər. Müəllimə, rezonans hadisəsi dərsdə var idi izahda. İzah verməmişəm müəllimə. Baxım görüm. Məncə mənim rastıma düşmədi. Var idi müəllimələr. Baxım bir dəqiqə. Rezonans yox deyə. Doğruda. Müəllimlər dərs yekəmək. Bəli. Mexaniki dalğalara kimdir müəllimə verdiniz sizdə? Rezonans yox. Ha, bir dəqiqə baxım görüm. Onlara yazmış. Mən ona görə işləyəmədim, rezonans olmadığını. Rezonans. Unutmuşam yəqin rezonans haqqında yazmağı. Eyb yox, mən hansısa bir kitabdan çəkib ataram o rezonans hadisəsini. Hə, yazmamışam, düz deyirsiniz, üzrlü sayın. Mən ataram onu sizə. Dərsə ataram, qrupa ataram, baxarsınız. Bir şey soruşma fizik haqqında biz əvvəl 3 dənə elində olub, 6 dənə yazmaq. Hə, ayda mən onu atmadım eləmi sizə? Hə. Yaxşı müəllimə, indi çıxan kimi atacağam sizə. İşarə qoydum müəllimə. İndi çıxan kimi atacağam. Çox sağ olun. Oldu. Yo, heç bir yorğunluq yoxdur, narahat olmayın. Oldu müəllimlər. Mənə başqa sözü sual olan varmı? Bilmədim, gecən Çox sağ xeyrə. olun müəllimə. Gecəniz Xeyrə qarşı Allah amanında olun. Sağ olun. Sağ olun. Sağ olun.